Bu həqiqətən, yəni insan öldükdən sonra bu ehsan vermək məsələsi və yaxud da ehsan verməmək məsələsi bu ciddi müşkül məsələlərdəndir, problemdir gerçekten. Yəni uzun illər boyudur bu şeye alışmış bir adamlara bir gündə sən bunu başa salmağı mümkün deyil. Çətindir bu. Xüsusən də məsələ bu cür şeylər kütləvi şəkildə təbliğ olunmalıdır bugün. Televiziya, radio, internet vasitəsilə. Və bu barədə geniş, yəni ki, insanlara məlumat çatdırılmalıdır bu əsli ilə, kökü ilə. Və əslində əksər insanlar bunu rədd etmək istəyir, bunu etməmək istəyir. Sadəcə xəcalət ucbatından bunu edənlər var. Bu söz-söhbət olmasın deyə edənlər var. Hətta cahillər belə artıq bunu dərk edib ki, bir çox yerlərdə ki, bunun əsli yoxdur. Qaldı bunun təbliği, yəni biz deyə bilməzik ki, yox, bunu mümkün deyil. Ona görə də bir yola vermək lazımdır. Xeyr, biz bacardığımız qədər ailədən başlamaq şərti ilə, qohum əqrabalardan başlamaq şərti ilə bunu insanları başa salmağa çalışmalıyıq. Ən azından xəfiflətməyə çalışmalıyıq bunu. Ən azından çox ifrat varsa azaltmalıyıq. Azdırsa heç olmamağa çağırmalıyıq və s. Yəni bu şeyin olmaması üçün yəni çalışmamız lazımdır. Qaldı bəzən ola bilər ki, məsələ əsnasında bunu deməyin hikmətsizliyi olar. Məsələ tutaq ki, bir insan ehsan verir, sən gəlib orada cəmaatın içində məsələ hündür səslə deyirsən ki, siz düzələmirsiniz, belə elə, burada hikmətsizlik ola bilər. Adətən hadisə baş verməmiş insanlara bu şeyləri başa salmalısan ki, yəni hətta sənin sözün onlara çatsın. İnsan müsibət zamanı əksər halda onun qulağı da, qəlbi də qapanmış olur, ona çatmır. Əsas nədir söhbətin məzmunu? Hamısını qaldıra bilməsək də bacardığımızı heç olmasa etməliyik. İxlasla.com saytı tərəfindən təqdim olundu.